Salam dostlar. Bugünkü yeni bir inkubatorla tanış eləmək istəyirəm sizi. Bu xaladinlik Nord xaladinlikdir. Bir qardaş zəng elədi, bir şöyle xaladiniyum var. İnkubator yığmaq istəyirəm. 400 dənəlik. Nəysə, xaladinlik getdim bana. Mən onun üçün belə bir inkubator hazırladım. 400 yumurtalıq. 400 yumurtalıq. Deməli, bu bizim termosatımızdır. Burada 2 kıfılımız var. Biri termosatı söndürür. Biri pərləri söndürür. Belə bir kutu hazırladım. Ne var buraya yığdım. Şnurlar arkadan çıxıb hamısı. Hamısını arkadan çıxartdım şnurların. Burada belə bir bağlantı əmələ gəldi. Tam işləh vəziyyətdədir. Qoşmuşum. Yoxlayıram, görüm istilik nətərdir. Nətər işləyir. Belə bir nəm aparatımız var. Bax, orada 37.9. Burada 40 dərəcə göstərir. İstilik düzgün göstərmir. İstilik ancaq nəmi düz göstərir. 54%. 54%. 37.8 38.00. Bax, bu datçıqı sökəcəm. Bu datçıqı yoxlamaqdan ötəri ki, polkalarda istilik eynidirmi? 37.8 oradadır, 38.00 da buradadır. Lap düppədüz işləyən ikisi də aparatdır. Deməli, bizim istilik lap əladır. 38-37.8 əla. İnkubator içində istilik əladır. Bir belə nəm aparatı burada. Bu qalacaq üstündə. Bu nəm aparatından bu da çıxardacağım. Bu mənim özümündür. Burada bax, istiliyi yenə düz göstərir. Bir xal artıq göstərir. Nəmi də yenə artıq göstərir. Orada 55'dir, burada 62'dir. Bu ikisi də Kitaysk aparatlardır, ona görə də belə göstərir. Ancaq yadda saxlamaq olar ki, 38 olanda 39 göstərir və yaxud bir xal, 2 xal qabağa gedir. Ondan yadda saxlayıb işlətmək olar. 62'dən buradadır, məsəl üçün 55 də buradadır. Deməli, 7 xal fərqi var. 7 xal qabağa gedir. Bundan nəmi tutmaq olar. Bir istilik ölçəm də buradadır. Görüntüsü də 36-37. 37'də bu istilik ölçümü göstərir. Demək olar ki, hamısı düzdür. Tərdə. Bu 2 kameralı xaladinlikdir. Bu buzluq olan yeri kəsib çıxartmışam. Geniş olmaqdan ötəri, içində hava yaxşı işləməkdən ötəri buranı kəsib çıxartdım. Yuxarıda bir dənə pərimiz var. İstilik 37.8 aşağı düşdü yandı. Burada bir istilik xalımız var, bir 60'lık xalımız var. Deməli, 6 polka yığılıb, 6 dənə polkamız var. Aşağıda 3 lampuçka 60 voltluq, bir dənə də 220 pər, yuxarıda da 220 pər. Bu pər üzü qapıya doğru üfürür. Buradan istilik yuxarı qalxıb. Bu pər isə arxasından yüzü aşağı tərəfə vurur. Yüz aşağı tərəfə vurur.
Datsikimiz 3 polkanın ortasında yerleşir. Oradadır. O datsik orada qalacaq. O birisi datsik isə istilik yoxlamaqdan ötər arxadadır. Bu aparatın hər yerində demək olar ki, istilik deyil. Bu su qabının üstünə də bu plasması kəsib vurmuşam. Nəm çox yüksək olduğuna görə bu plasmas burada durur. Hal-hazırda bizə lazım olan 18 gün nəm bəs eləyir. 18 gün tamamından sonra bu plasması buradan götürəcək. Nəm yuxarı qalxacaq. 70, 72, 73 o vaxt şərti ilə. Polkaların çönməsi əllə. Əllədir. Bax, belə bu polkaların hamısı bu reykə bağlanmaq şərti ilə. Burada isə buradan boltla trubaya bağlanır. Yuxarıdan buradan deşib trubanı çıxartmışıq çölə. Bunlar 45 dərəcə çölmək üçün deşiklərdir. Deməli, aşağı lap axırıncı aşağı göndərdim. Söndü aşağı. Bu variantla sönəcək. Bu variantla. Bizə düz qalmaq lazım olanda orta daha bu iki deşiyi bir-birinə uyğunlandırıb bura bir dənə mismar mismar bir dənə bu vəziyyətdə bu heç hələ gedən deyil. Yuxarı qaldıranda yenə həmənki variant yenə buraya belə. Polkaların çönməsi belədir. Polkaların hamısı çölə çıxır. Belə bir polkadır. Setkanın yığılmış. Hamısı polkalar. Rahatçılıqla hamısı. Bir dənə 12 voltluk fanımız burada durur. Bu küləyi buradan istini polkalara verir. Və belə işləyir. Sunu baxın, qapını açıq tutduğumuza görə nəm 27%-ə düşdü. Bu birsinlə 62%-də qaldı. Bu vəfşeta bunun nəmi düzgün işləmir. Vəfşeta nəmi düzgün işləmir. İstili işlətmək olar. Bir dənə də sadə yarayır. Ola bilsin sadə düz işləmir. Buradan 5 dənə dəlik içərdəki pis havanı çölə vurmaqdan ötəri. Burada da 5 dənə yenə dəlik təmiz havanı içəri cəmiyyətdən ötəri. Suyu doldurmaq üçün qapını açmır. Bu şank vasitəsilə şank çölə çıxır. Şankın ucu buradadır. Buradan zabıra deyirlər, qıf deyirlər. Ondan buradan suyu bu qaba doldurmaq mümkün olacaqdır. Belə. Qaldı. Telefon nömrəm 055 625 46 40. 055 625 46 40. Artıq bu mənim 20-ci inqiba